Da burada uca xərçəng xəstələri tutmasaq böyük şeydir. Bütün burada əhali əziyyət çəkir. Bu bizi adam yerinə qoymamaqdır. Biz hazırda Nərimanov rayonu Ağaneymətullah 79 ünvanındayıq. Artıq bu ərazidə bir ilə yaxındır ki, yol problemi davam edir. Gördüyünüz kimi yolun hazırki vəziyyəti sürücülərin normal hərəkətinə mane olur. Bu səbəbdən sürücülər alternativ yollardan istifadə etməli, bəzi hallarda isə əlavə məsafə qət etməli olurlar. Ərazidə işlərin nə vaxt yekunlaşacağı və yolun tam şəkildə istifadəyə veriləcəyi isə hələ də bəlli deyil. Qardaş, bu nə vaxt qutaracaq buranın bu şey, nədir bu, toz torpağı zadı. Valla bezmişik, evə zada gedib gələ bilmirik, Allah hamd olsun. Da tozun torpağın içində, da burada uca xərçəng xəstələri tutmasaq böyük şeydir. Allah köməyimiz olsun. Bir dənə əncam çəksələr yaxşı olar buradan. Uca başlı 1 ildən çoxdur, 2 ilə yaxındır. Bu yolun görürsünüz bərbər vəziyyəti olmağını. Hər gün bu uşaqlar, qabaqdan uca məktəb gəlir. Bu uşaqlar bu gündə bu tozdan məktəbə gedir, yoxsa harasa işə gedir, ya başqa yerə. Bu belə olmaz axı. Ən azından heç olmasa bizə bir şərait yaratsınlar. Yolu keçməyə, bunun gələcəkdə, bu bilirsiniz burada nə qədər qaza olacaq. Bir dənə oranı çəkini xahiş edirəm. Piyada keçidini gör harada qoyurlar, yeraltı keçid. Elə şey olmaz axı. Apteki buradadır, məktəb buradadır. Bu belə olmaz. Vallah belə olmaz. Bu bizi adam yerinə qoymamaqdır. Hər gün də olmasa 10 gündən bir, 15 gündən bir kimin ağzına açılır, bu maşınlara nə qədər xərc qoyulur burada. Vallah belə şey olmaz. Kimə deyək, neçə dəfələrlə olub, çəkiliş gəlib, aidiyyəti qurumlara demişik, xahiş eləmişik. Cəmaət gedir oradan quruq eləyir. Quruq eləyənə qədər buradan bir şərait yarat, bir taxta körpüdən bir düzət. Ən azından müvəqqəti keçməyə. Bu yola heç olmasa bir balaca o çıngıldan tökmək nə problemdir ki? Hamısı əllərindədir də. 6 ay dayandılar, 6 aydan sonra indi gəlib başlayıblar, güya ki iş görürlər. Tək bir maşınlar əziyyət çəkmir, bütün burada əhali əziyyət çəkir. Tozun torpağın içində hamısı, hələ havalar yaxşıdır indi belə şey, külək olan kimi bütün binalar, həyət evləri, hamısı tozun torpağın içində əziyyət çəkir cəmaət. İndi gəliblər, işləyirlər, maşınlar da əziyyət çəkir, piyada sakinlər də əziyyət çəkir. Yəni, bir gün işləyirlər, biri deməli, keçən il dekabr ayında işləyəndir, bu ilin 6 ay ərzində bir dənə burada iş görülmədi. İndi başlayıblar, hadisa bir həftədir ki, gəliblər, işləyirlər. İndi nə tər olacaq, necə olacaq, Allah bilir. Bir həftədir belə başlayıblar, sağ olsunlar, belə işləri belə görürlər bunlar. Biz bütün məhəllə adamları, bütün qonşular zətdə çox razıdırlar, belə işlər gedir. Biz də çox razıyıq ki, belə bir kanalizasiya çəkirlər. Belə biz də istəyərdik ki, bura gözəl olsun. Azərbaycanın yolları zadı belə bir gözəl olsun ki, bizim də ürəyimiz açılsın, bütün xalqımız da belə sevinsin ki, Azərbaycanın yolları gül çiçəyi olsun. Çox bütün hamısına mən demək istərdim ki, gəlin birləşib bütün yolları zadı hamısını düzəltsinlər. Düzəltsinlər, həm də şey eləsinlər, gözəl görsək olsun ki, həm də cəmaət sevinsinlər. Bir aydır başlanıb, inşallah mənə elə gəlir ilin sonuna inşallah qutarar. Belə indi bu cürədə mən başqa nə deyə bilərəm ki? Niyə? Niyə dayanır? Axı dedilər 5 ay düşür. 5-ci ayda. Kommunikasiya keçirlər, tunel də dayanıbdır. Bu həftə başlamalıyıq. Başlamadı. Eyni qalacaq, belə vəziyyət. Hələ qalır belə çox məddədir. 5 ay tunel söz saxlayıblar tamamilə. İnsanlar yazıq, tozun torpağın içində. Əlbəttə yazıq. 5 ayda şəhərin üstündə hər hansı bir layihə dayanar. Heç bir məlumat vermirlər. Keçən həftə başlamalı start verirlər. Ancaq kommunikasiya işləyir, tamamlayacaq kommunikasiyalar. Onda hələ tam bəlli deyil, nə baxar? Hazır olmalı olsa 3 ay təhvil təslim olmalıydı. Martda təhvil verməliydi. Mart ayında, ancaq indi görsən hələ ki qalıb. İndi işdən çıxardıqlar, təzə indi idarə müdafiqlər indi. Yenə mənəm hazırda görək hansı layihə işləyəcək də, kimlərlə işləyəcək hələ bilinmir. Qərarı hər hafta yol verir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, ərazidə aparılan işlər Həsən Əliyev küçəsindən Koroğlu metro stansiyasına qədər inşa olunan yeni avtomobil yolu layihəsi çərçivəsində həyata keçirilir. Agentlikdən verilən məlumata görə tikinti işləri mərhələli şəkildə aparılır. Çəki dairəsi adlanan ərazidə müəyyən işlər görüldükdən sonra texniki zərurətlə əlaqədar işlərə müvəqqəti fasilə verilib. Hazırda növbəti mərhələnin başlanması üçün hazırlıq işləri görülür. Bildirilib ki, yaxın günlərdə ərazidə tikinti işləri yenidən bərpa olunacaq.